Vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcərdə, quru yerdə, nəmişlik olmayan ərazidə, təxminən hardasa bir sotun içində, bəlkə də bir onda bir sotun içində olar. Tam təmirli, 2 otaqlı bir həyət evimiz satışa çıxıb. Hörmətli izləyicilər, Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Sona qədər izləyin ki, ev haqqında sizə məlumatlarımı verim. Evin qiymətini video son dəqiqələrində sizə təqdim edəcəm. Hörmətli izləyicilər, nəzərinizə çatdırım, gördüyünüz kimi həyətinə bir maşın daxil ola bilir. Hal-hazırda evin içində demək olar işlər qurtarmaq üzrədir. Ev tam təmirli təhvil veriləcək. Nəzərinizə çatdırım, bax burada bir dənə həyəti çəkirəm, görürsünüz. Həyəti bir maşındır, tam daşlar düzülüb, kanalizasiya qoyulub, qaz, su, işıq, ev tərəfindən təhvil veriləcək. Daxil oluruq indi evin içinə. Girən kimi dəhliz sistemidir ev, təzə evdir. Dəhliz sistemidir. Sol tərəfdə mətbəxdir. Mətbəxi genişdir. Qoşa daşdan inşa olunub. Gördüyünüz kimi döşəməsi istipoldur. Düz koridor, hamama qədər istipoldur. Yəni evin kürsüsü olmasa da narahatçılıq yoxdur. Ev quru ərazidə yerləşir, su basan yerdir. Ərazi cəhətdən də hündür yerdir. Yəni bunu nəzərdə çatdırım ki, məlumatınız olsun. Burada da nə istəsiniz, qurlaşdıra bilərsiniz, şkaf yığdıra bilərsiniz. Gördüyünüz kimi mətbəxi geniş, istipol, dəhlizə qədər. Burada qonaq otağıdır. Gördüyünüz kimi qonaq otağı da genişdir, 2 otaqlıdır. Burada bir abolar qalıb, bir qapılar qalıb. Ev sahibi tərəfindən qapılarla evlər hamısı təhvil veriləcək. Bura sanuzel hissəsidir. Sanuzeldə normaldır, genişdir, ürək açandır. Burada bir də yataq otağıdır, hörmətli izləyicilər. Cəmi 2 otaqdır. Gördüyünüz kimi ev, yenə qeyd edirəm, tam təmiri təhvil veriləcək. Sənədi bələdiyyə arxiv sənədidir. Nəzərinizə çatdırım ki, ev qurqabı qoşa daşdan tikilib, yeri quru ərazidir, məsafəsi biraz uzaqdır, haradasa 300-400 metr, 500 metrə yaxındır, bunu nəzərinizə çatdırım. Bir dənə minusu budur, amma qalan, yəni evin yeri, hündürlüyünə görə problem yoxdur. Yenə qeyd edirəm, ev, bax, görürsünüz qoşa daşdır, sistemlər zaten hamısı qaydasında yer istipoldur, amma demək olar, evin hər tərəfi istipoldur. Kimlər evini satmaq istəyirsə 055 389 38 08 nömrəsi ilə əlaqə saxlayın. Evlərin satılmağına köməklik göstərə bilərik. YouTube-da, Instagram-da, TikTok-da Sesal Əmlak səhifəsinə daxil olursunuz. Orada istədiyiniz qiymət evləri izləyə bilərsiniz. Evlər hamısı kodlaşdırıb, kodları götürmək yaddan çıxmasın. Yenə qeyd edirəm, sənədi, bələdiyyə, arxiv sənədi var, salmaq üçün. Yəni arxiv sənədi var. Qiymət demək 65.000 start qiymətdir. Yəni, indi nə qiyməti endirilməyi birbaşa sahibi ilə danışacaqsınız. Ev tam hazır vəziyyətdə verəcək. Qapılar da, abolar da vırılıb veriləcək. Endirimi də birbaşa sahibi ilə danışacaqsınız. Sona qədər izlədiyi üçün də təşəkkür edirik. Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Allah alanda xeyir versin, Allah satana da. Amin.